Az Tərbizdəki ilə, Bakıdakının, Sumqayıtdakı ilə, Ərdəbildəkinin, Qazaxdakı ilə, Urmiyədəkinin bizə heç fərqi yoxdur. Biz bir millətik, bir ölkəyik, bir millətik. Azərbaycanın o tayı əjdərin dədəsinin ki, babasının deyir və bu tayı hansı Hüseyin Qulunun deyir. Parçalanmış Azərbaycandır. Bura Azərbaycanın kiçik parçası, ora böyük parçası. Azərbaycandır bu. İndi kimsə nəyi xoş görür? Dünyada parçalanmış millətlər hamısı can atdı. Almaniya görürsən, qaqqına çəkir Almaniya. Dünənə kimi parçalanmışdı, qalmışdı hərəsi bir şərmişkəsinin əlində. İndi hökmü, mərisi görürsən, Trump'ın qabağında qağara çalır. Pılı cibində, hər şey birində çəkirin, Alman qərar verir. Bütövləşdi, gücləşdi. Mənim ondan işim yox, demirlər işimiz olmasın. Amma biz bir milləti, bu günlərdə Azərbaycanın güneyində də bu hadisələr baş verir, elə onu söyləyirdim. Cənab-ı Netanyahu, və sən demirsən İran adlanan yerdə, hə? Güc axtarırsan, demokrasi axtarırsan, istəyirsən ki, səndən əl çəkələr, bu irticaçılar, bunlar sizdən əl çəkməyəcəklər. Məsələ odur, orada, özün də biləcəksən, 40 milyon türk var. Belə burada oturmuşdu, bu tribundan demişdim, Cənab-ı Netanyahu, oturub sən durub deyirsən, bir bayraq, bir millət, bir Fars milləti. Nə Fars milləti? Ay Kuroş bizdən 3 milyon bundan qabaq, nağıl diyorlar. Boş-boş şeylərdir. Ondan durub Yahud millətini azad eləyib, nəmli eləyib, Farslar nəmləmənə nə filan. Burada Türk milləti var, böyük Türk milləti var. Fars da olsun o da, orada. Ondan sonra Bəluçu da var, Ərəbi də var. Nə oldu be başqa millətlərdən bir səs yoxdur bu Avropada, indi bu dəqiqədə. Və niyə elə demək ki, bu qanqıroları atıbsınız ortaya, hamıda tribunlar da veribsiniz və də İran International'ın pulunu kim verir? Başında duran kimdir? Yahudidir. Ona görə biz duraq deyək ki, onda deyək ki, ay Yahud millətinə qarşı elə deyil. Biz Yahud milləti ilə Türk olaraq, Azərbaycanlı olaraq açıq deyirik ki, biz Yahud milləti ilə bir davamız, şavamız olmayıb, olmayacaq da. Nə dənizə tökərlik, nə savaşımız var, nə filan. Belə də cəsarətimiz var, dövlət olaraq, millət olaraq cəsarətimiz var ki, səfirlik açırıq. Sözümüz də olsa, o da Birləşmiş Millətlər Təşkilatı, o da layihə, o da filan yerlər, olsa əgər. Amma bu günləri, bə demirsən Cənab-ı demək ki, Trump, bə demirsən İran da öyle, burada. Başqa millətlər də var. Hə, onda qorxursunuz, işin üstü açıla. O Məhəmməd Rızanı siz gəldiniz, Azərbaycanda o soyqırıma 30 mini öldürəndə əliz var idi. Rusun da əli var idi, İngilisin də, sizin də, Fransanın da. İndi o keçib gedib, tarix olsun. Onu Washingtonda danışarıq da. Amma bu günləri, bu İran adlanan yerdə, bu Azərbaycanlı, bu Türklər və başqa millətlərin niyyəti və Amerikada tribunasını açmırsınız? Niyə bəs sizin demək ki, Voice of Amerika'da və BBC-də və başqalarında bir dənə Azərbaycandan qoyucusunuz, deyirsiniz, danışmayın. Tapşırıbsınız, danışmayın, o söhbət olmasın. Dərdiniz nədir? Nədən qorxursunuz? Bəs Yugoslaviyada elədiniz hamısını. Nə oldu? Burada nə olsa İran adlanan yerdə və yaxud Sovetdə elədiniz. İran adlanan yerdə olsa, millətlər azad olsa, ona görə də ta bu millətlər özəlliklə Azərbaycan türkləri azad olmayıb, məmləkətini azad eləməyib, məmləkət işğaldan, özü də dubl, işğatlı işğaldadır. Həm Fars dövlətçiliyi üstə gəl, dini istismar edən mallalar da onun üstündə. Bunlardan qurtarmayıbsa, bu irticaçılıqdan, bu möhümatçılıqdan, bu geri qafarlıqdan, bu edam edib terör istehsal etmədən qurtarmazsa Azərbaycanlılar, bunları Azərbaycandan çıxartmazsa, nə o ölkə, o yalancı İran adlanan yer xoş gün görəcək, nə bu bölgədə bu konfliktlər çəkiləcək, nə terörün kökü kəsiləcək, elə bu bölgə hamısı, yaxın doğuda, ön Asiyada bu bölgələr ot içində yanacaqlar. Hər 5 ildən bir, demək ki, bunlar da bir-birini didəcəklər. Amma İran adlanan yerdə Sayın Heydər bəy, Məhəmməd Rızanın o demək ki, deyildi, Əla Həzrət, Şahanşah, Aryamız, Əkil, belə də yeriydi, baxa-baxa, xux gəldi. Nə oldu? Başı üstə ağlaya-ağlaya bu millətlər başda Azərbaycan Türkiyə olmalı vurdular yer. 47 ildir bu rejimi ağladırlar. Hər 2 ildən bir. Hər 2 ildən bir sıxır, qırır, tüydə qutardı, qırdıq, işgəncə elədi, qutardı. 2 ildən sonra ginoloq qızlar, o demək ki, gənclər, o insanlar çıxır, tüpürüm sənə deyirlər. Hələ dindən də demək ki, imtina edir, indi. Demirəm ki, ateist olayım, nə olur, dinsiz olur, mənim məsələm deyil. 2 ildən sonra, indi bu Trump'la bu Netanyahu gəlib, bunların abrını öldür. Bunlar bəlkə də özləri xoşu gəlir Trump'la Netanyahu gəlib, bahanə edələr. Deyənin qoy bu iş dayansın, ondan sonra bunların biraz dişi çəkilibdir. Sonra gör nə olacaq. Əmin olun ki, dağıdacaqlar buranı.